Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Belarusun baş naziri Aleksandr Turчин Azərbaycana rəsmi səfərə yollanıb. Səfər çərçivəsində Aleksandr Turçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, həmçinin onun Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqlar aparması planlaşdırılır. Baş nazir Azərbaycan-Belarus biznes forumunda da iştirak edəcək. Onun yekununda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur. Aleksandr Turçin həmçinin Bakıda bir sıra obyektlərə, o cümlədən Belaruski mağazalar şəbəkəsinin Belarus ərzaq mağazasına, Vegas Engineering Co şirkətinin birgə lift yığma zavoduna və Fövqəladə Hallar Nazirliyinin bölməsinə baş çəkəcək. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10, 12 və 13, 15 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında Dostluq Kuboku minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünə inamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb. AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı uşaq evlərinin komandaları güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Turnirin ən yadda qalan anlarından biri tədbirə şəxsən qatılan və oyunları izləyən Leyla Əliyeva və Arzu Əliyevanın bütün komandaları dəstəkləməsi, uşaqlarla səmimi söhbət etməsi və onlarla şəkil çəkdirməsi olub. Onlar iştirakçılara uğurlar arzulayaraq belə tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıblar. Hərbi Dəniz Qüvvələrinin dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb. Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər. Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin Respublika üzrə bütün məktəblərinin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib. Bildirilib ki, Respublika üzrə yaxşı məktəblərin sırasında bu il şəhərin İlyas Əfəndiyev adına elitar gimnaziya, 160 saylı klassik gimnaziya, humanitar fənlər təmayüllü məktəb lisey, texniki humanitar lisey, 2 saylı texniki humanitar lisey, 147 saylı texniki humanitar təmayüllü lisey, Tərəqqi liseyi, Zəngi liseyi, 291 saylı ekologiya liseyi, 287 saylı Zəkalar liseyi, Ankara məktəbi məktəb liseyi, 62, 70 və 220 saylı məktəb liseyləri, 145, 161 və 260 saylı tam orta məktəblər daxil olub. İsrailin baş naziri Benyamin Netanyahu Husiləri və İranı Tel-Aviv yaxınlığındakı Ben Gurion Beynəlxalq Hava Limanına edilən hücuma görə qisas alacağı ilə hədələyib. Siyasətçi bu barədə özünün X sosial media hesabında paylaşım edib. İsrail Husilərin bizim əsas hava limanımıza, eləcə də onların İranlı ağalarına hücumuna biz seçdiyimiz vaxt və yerdə cavab verəcək deyə siyasətçi bildirib. Netanyahu qeyd edib ki, Yəmən hərəkatının hücumları İrandan gəlir. Onun sözlərinə görə ABŞ prezidenti Donald Trump zərbələrin mənşəyi ilə bağlı bu versiyanı irəli sürərkən haqlı olub. Xatırladaq ki, ötən gün Husilərin Tel-Avivin Ben Gurion hava limanına raket zərbələri nəticəsində 8 nəfər yaralanıb. Gədəbəy sakini dəm qazından zəhərlənərək ölüb. Report xəbər verir ki, hadisə rayonun İsalı kəndində qeydə alınıb. Anar Paşayev qonşusunun evinin hamam otağında çimərkən dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.